Min bir dərdin dərmanı hesab olunan limonun bilmədiyimiz min bir başqa faydası da var. Məsələn, qış fəslində limon vitaminli tərkibi ilə bizi zökəmdən qorumaqla yanaşı, həm də evimizin havasını təravətləndirə bilər. Bunun üçün yatmazdan əvvəl limonu 4 yerə bölüb çarpayının yanına qoymalıyıq. Doğranmış limon yataq otağının havasını təmizləyərək yaxşı nəfəs almağa kömək edəcək. Limondan təmizləyici maddə kimi də istifadə etmək mümkündür. Limonun qabığını soyub, onu suda bir neçə gün saxlamalıyıq. Alınan məhlulu sprey şüşəsinə töküb təmizlik zamanı istifadə edə bilərik. Mətbəxdə ərzaqları doğramaq üçün istifadə etdiyiniz taxtanı da kimyəvi təmizləyicilər əvəzinə 2-yə böldüyümüz limonla təmizləsək daha yaxşı olar. Limon dırnaqları gücləndirmək üçün də əla vasitədir. Manikür zamanı yarım limonun suyunu ilıq suya əlavə edib və həmin suda əllərinizi 10 dəqiqə saxlayın. Çillərdən də limonla xilas olmaq mümkündür. Bunun üçün yarım limonu üzə çəkib bir neçə dəqiqədən sonra ilıq su ilə yumaq lazımdır. Ayaqqabı qoxusuna limonla son qoyun. Necə? Təzə limonun qabıqlarını soyub, ayaqqabıların içinə qoysaq cəmi bir gecəyə pis qoxudan qurtula bilərik.